Neçə yaşımızda? 32. Allah ömür versin. Sürücülük təlimlərinə getmisən? Sıfır. Təlimə getməmisən. Özün necə avtomobil idarə eləmisən yoxsa? Elə idarə eləmişəm, amma dost tanışında, yəni özüm maşını oldu. Dost tanışın avtomobilini. Yəni təxminən neçə dəfə dost tanışın avtomobilini idarə eləmisən? Barmaq sayılır. Yaxşı, bu müddət nə qədər olub? Misal üçün bir neçə saat mı sürmüsən, yoxsa 5-10 dəqiqə mi sürmüsən? Rayonda sürmüşəm, amma Bakıda sürmüşəm. Çox güman ki də mexanika sürmüsən. Yaxşı. Nəzəriyyəni necə oxumusan? Oxuyuram, o belə göz yaddaşına yadımda qalmır, amma neysə yadımda qalmır. Nəzər dərslərə də qoşulmamısan bu günə qədər. Yaxşı. Deməli, biz səni hesab eləyək ki, sıfırdan. Tam olaraq sıfırdan. Və bu sıfırdan başlamağımız da biraz sənə yəni mənfi təsir göstərməsin. Sıfırdan başlayan tələbə yanlış öyrənmiş tələbədən qat-qat rahat, qat-qat tez öyrənir. Yəni gedib yanlış vərdişlər formalaşdırıb təzədən gəlib düzü öyrənmək daha çətin olur. Yəni ki, sıfırdan başlayır. Deməli, bax əzizim, bu bizim ilk dərsimizdir. Mənim oğlan tələbələrim, yəni bəy tələbələrim barmaq sayı qədər olur. 100 tələbədən 4-ü, 5-i maksimum bəy tələbə olur. Bəy tələbələrlə işləmək daha asandır xanımlarla müqayisədə. Çünki sonuçta həm cinslik, rahatlıq var burada. Yəni, və nə qədər də sən düşünsən ki, mən sıfırdan başlayıram, mən heç vaxt avtomobil idarə etməmişəm, təcrübəm yoxdur. Bəli, sənin təcrübən yoxdur, ancaq sənin immunitetin var. Çünki oğlan uşaqlarına mən həmişə bu məsələləri xanımlara çəkirəm ki, onlar da özlərinə qarşı düzgün fikir formalaşsın. Bizə, yəni oğlan uşaqlarına uşaqlıqda nə alırlar? Oyuncaq olaraq maşın, avtomat, qadınlara nə alırlar qızlara? Kukla, qazan, düzdürmü? Misal olaraq biz otururuq rahat, nə vaxtsa sənə böyüklərdən irad bildirilibmi ki, düz otur, yəni üzr istəyirəm, ayaqlarını birləşdir. Olunmuyor. Necə gəldi oturmuşuq. Ancaq qadınlara, qızlara uşaqlıqdan bu təbliğ olunur, düzgün otur, düzdürmü? Sözümün canı var. Və yaxud da oğlan uşağı harasa baxmayanda, nəyisə görməyəndə valideynlər böyüklər nə deyir? Gözünü aç qabağa baxdı, ağzı bayır gedirsən, düzdürmü? Qıza nə deyirlər? Başı sal aşağı. Qız uşağın gözü başı qaynamaz, düzdürmü? Yəni, bu uşaqlıqdan əzəldən qız uşağının bir xanım olaraq, qadın olaraq, ana olaraq formalaşdırılması üçün o yöntəmdən istifadə olunur. Kişinin, oğlan uşağının kişi ər, ata olması üçün bu yöntəmdən istifadə olunur. Və bugünkü gün artıq 2025-ci ildir. Zaman dəyişib, artıq qadının yükü mən deyərdim hətta kişidən də çoxdur. Qadın maşın da sürməlidir, uşağı da aparmalıdır, gətirməlidir. Xülasə, indi o qadına maşın sürmək lazım olanda ona nə qədər deyirsən ki, ayağını birləşdirmə, ayaqlarını arala, artıq onu eləyə bilmir. Çünki 30 ildir bu qadın bu şəkildə yaşayır. Deyəndə ki, aktiv ol, hər tərəfə bax, yenə də o onu eləyə bilmir. Eləyir, amma uzun müddət çəkir. Oğlan uşağından amma dediyim kimi buna immunitet var. Ona görə də bəylərlə işləmək, salam aleykum, bəylərlə işləmək daha asandır, səndən də asan olacaq. Bu bizim ilk dərsimizdir. Mən, bax əzim, biraz egoistcəsinə səslənsə də fikrim tam səmimi, ilk dərsdə hər şey deyirəm. Mənim bu günə qədər öyrənməyən tələbəm olmuyor. Öyrətmədiyim tələbə çox olub. Yarımçıq saxlayıb yola saldığım tələbə çox olub. Məndən narazı olub, yarımçıq saxlayan dərslər tələbə çox olub. Yəni, olur da, hər kəsin idealı ola bilməz ki. Mən nəyə baxıram? Bir, insanın, yəni qarşı tərəf tam səmimi, aurasına, yəni əgər adi elementar bir şey, xoşumuz gəlməyən bir adamdan, misal üçün ümumi istifadədə olan nəqliyyat, ictimai nəqliyyatda, avtobusda ya metroda yanaşı otururuq. Nəsə bizim xoşumuza gəlməyəndə deyirik, bunun yanında oturub mən yol getməkdən seyb yox, ayaq üstə durub gedərəm, düzsün, uzaqlaşır bu adamdan. Hansı ki maksimum yarım saat yol gedəcəksin.
xoşun gəlməyən adamla 10 saat necə oturasan? Kim çatdıra bilirəm? Yəni birinci növbədə mənim üçün insanın aurasıdır. İkinci, yəni bu insanın mədəniyyətidir, rəftarıdır. Bunlar da hamısı belə deyim də təsir əks təsirə bərabərdir. Mən necəyəm, sən də elə olasın. Və yaxud da sən necəsən, mən elə olacam. Bu bizim ilk dərsimizdir. Və sınaq dərsidir. Bu dərs paketdən silinmir. Bundan sonra biz səninlə 10 saat məşğul olacağıq. Bu sınaq dərsi müddəti ərzində sən mənim izahıma baxacaqsan, mən sənin qavrama qabiliyyətinə baxacağam, bir növ tanış olacaq. İndi kimsə tərif eləyib, deyib, yaxşı müəllimdir, sən də videolara baxmısan, səni qane eləyib gəlmirsən, xoş gəlmirsən. İndi baxaq görək reallıq nədir, yaxşımı? Əsas mən sənə indi şərtləri, qaydaları şifahi olaraq deyəcəm. Buradan zəhmət olmazsa, dərsdə iştirak elədikdə də imza at. Gör adın, soyadın, tarix, hər şey qaydasındadır mı? Deməli, birinci qayda. Küləkli havalarda bir mənalı şəkildə dərs keçmirəm. Misal olaraq, bir balaca meh əsir, onda dərsimiz keçirir. Ancaq şiddətli külək olursa, dərslərimiz dayanır. Əgər 10 gün, 15 gün, hətta bir ay ardıcıl güclü küləklər olsa, dərsimiz dayanacaq. Bu müddət ərzində dərs keçməyəcək, bilmiş ol. Yox, bunların da deməliyəm ki, sonradan bildiyim bir iş olmasın. 2. Misal olaraq, bugün saat 3-də sənin dərsin var. Sən o boyda yolu Xırdalandan gəlmirsən xalqlara. Mən də Xırdalanda yaşayıram bu arada. Xırdalandan gəlmirsən xalqlara, çatmısan saat 3-ə. Ancaq mən düşürəm tıxaca. Misal olaraq, ya yolu bağlayırlar, gəlib çata bilmirəm, biraz gecikirəm. Bu kimi hallar olur. Və yaxud da sən gəlib çatana yaxın avtomobil xarab olur, misal üçün. Yəni, bu kimi hallardan nə mən, nə sən sığortalanmamışıq və bu kimi səbəblərdən dolayı bizim öyrənmə müddətimiz, yəni 10 saatlıq qrafikimiz uzanır. Misal olaraq nəzərdə tutmusansa ki, mən 10 saatlıq misal üçün dərs paketini 10 günə yaxud da 20 günə yekunlaşdıracağım. Bu müddət səndən, məndən asılı olmadan uzanacaq. Bu işin digər tərəfi. Misal olaraq saat 3-dür. Mən gözləyirəm sənin gəlməyi, sən yoxsan. 5 dəqiqə keçir, 10 dəqiqə keçir, yoxsan mən zəng elətdirirəm sənə. Ki, zəng eləyin görək, bu tələbə hardadır. Sən deyəndə ki, üzürlü hesab eləyim, yadımdan çıxıb, unutmuşam, bu dərs sənin paketindən silinir. Ancaq öncədən məlumat verəndə ki, misal olaraq, sabah mənim dərsim var, sabah dərsdə iştirak edə bilməyəcəm, o dərsi biz silmirik, yəni başqa bir günə keçirdirik. Və yaxud da gəlirsən, yolda bir hadisə baş verdi, Allah xeyir nəsib eləsin, anidən sən qayıtmalı oldun geri, yarım saat qalmışsa da xəbər versən ki, mən gəlirdim, bu səbəbdən dolayı qayıtmalı oldum. Onda da dərsin yəni silinmir, saxlayırıq. Sadəcə olaraq bu məsuliyyətsizlik ucbatından, yəni mən səni gözləyirəmsə, bu silinir. Ancaq mən tərəfdən hər hansısa bir səbəbdən dərs təxirə düşərsə, bu keçirilirsə, yəni başqa bir gün təyin edirik, keçirik, yaxşımı? Bu bilməli olduğun digər tərəf. Daha sonra biz hansı yöntəmlə işləyirik? Misal olaraq, bugün mən sənə misal olaraq döngələrin hesablamasını öyrədirəm. Nə vaxtın, nə qədər döndər sükanı düzümü? Sən onu mənə təhvil verəndən sonra biz keçirik növbəti tapşırığa. Yəni, misal olaraq mən bunu sənə göstərdim, bildin, vəssalam, sürə-sürə öyrənəcəksən. Bu şəkildə işləmirik. Misal olaraq, mən A hərfini sənə yazmağı öyrədirəm, müstəqil şəkildə A hərfini yazıb mənə təhvil verəndən sonra keçirik B hərfinə. Sən hazır olmamış, mən səni şəhər daxili yollara çıxartmayacam ki, heç kimi çıxartmıram. Çünki baş ağrısı olmasın, mən səni hazır olmadığın təqdirdə yola çıxartsam, məcburam ki, sənin yer və mən sükanı tutam. Bəli, məcburam ki, sənin yer və mən əyləc pedalını basam. Yəni, sənin hələ ki, nə baxışın,
nə yanaşman, nə refleksin sürücü olaraq düzgün formalaşmayıb. Yəni onda da mən avtomobil idarə edəcəm, sən sadəcə olaraq burada əyləşib vaxtın keçməsini gözləyəcəksən. Sən hazır ol, hiss elə, ondan sonra digər yollarda sürmə təlimimizi davam etdirəcəyik. Sırf 78-ci maddənin tələbinə uyğun olaraq. Digər bilməli olduğum bir şey dediyim, sənin elmi savadın, intellektual səviyyən, düşüncən nə qədər zəngin olarsa, bir o qədər gec öyrənəcəksən. Nə əlaqə? Düzdür? Misal olaraq, sən hər hansısa bir sahə üzrə, indi bilmirəm də, işin, peşənin, ixtisasın nədir? Ən gec öyrənən tələbə kateqoriyası. Birinci yerdə gəlir tibb işçiləri, həkimlər. Yəni, qondarma həkimlər yox, həqiqi həkimlər, ömrünü tibbə vermiş, təhsil almış, oxumuş həkimlər. İkinci yerdə gəlir müəllimələr, yenə də, yəni sözün əsl mənasında müəllimədən gedir söhbət. Üçüncü yerdə gəlir mühasibatçılar, buxaltırlar. Bu üç kateqoriya ən gec və ən çətin öyrənən tələbədir. İndi özün düşün, səncə bu insanların belə deyim, savadı olmasa, bu insanların bacarığı olmasa həkim ola bilərlərmi? Yaxud müəllimə, yaxud da mühasibatçı, o boyda vəsait onların əlindədir də, düzdürmü, hesabat aparırlar. Bu insanlar demək ki, savadsız insanlar deyil, ancaq gec öyrənirlər. Niyə? Çünki ömür boyu bunlar gərgin yaşamağa məhkumdular, əzəldən belə olub, gəlib artıq bura çatırlar. Burada da o gərginlik onları müşahidə eləyir. Bir yandan da düşünürlər ki, ayda mən misal üçün bu boyda həkim adamam, mən niyə gec öyrənə bilmirəm? Misal üçün Allahın filan kəsi maşın sürdü, görək mən boyda həkim, mən boyda misal üçün müəllimə öyrənə bilmədim. Onun kimi öyrənə bilməzsin. Yəni, üzr istəyirəm, mən hansısa peşəni küçümsəyərək bunu bu anlamda demirəm. Hər hansısa bir restoranlar şəbəkəsində, misal üçün, qulluqçu fəaliyyəti ilə məşğul olan bir xanım gəlsin, 10 saata, 15 saata mükəmməl şəkildə öyrənib gedəcək. Amma gəlsin hər hansısa bir uzman, həkim öyrənə bilməyəcək. Yəni, sözümü düzgün qəbul elə, cahil cəsarəti. Nə qədər məsuliyyətli olsan, bəli, cahil cəsur olar. Yəni, düşünməyən adam heç nəyi düşünmür, elə necə gəldi. Yəni, beyni yaxşımanda boş olan adam tez öyrənir. Yəni, burada da öz axsamalarını düzgün qəbul elə. Mən səndən bunu gözləyirəm. Çünki ziyalı insana oxşuyursan, yəni, bilinir ki, bekar adam deyilsən. Sonra, bu bizim ilk dərsimizdir. Bu dərs mən sənə Allahın izni ilə nə lazımdırsa, bütün bilgiləri, məlumatı verəcəm. Tutalım, hər hansısa bir xoşa gəlməz hal müşahidə olunarsa, baxırsan misal üçün ki, müəllim videolarda gözəl izah edir, amma gəlmişəm heç izah eləmir. Misal üçün, dərsi dayandıra bilərsin və ödədiyin məbləğ tam şəkildə sənə geri qayıdır. Və yaxud da mən baxıram ki, mən sənə qardaş 10 saat yox, 100 saat da dərs keçsən, mən səndən sürücü formalaşdıra bilməyəcəm. Yox, qorxma. Bunu ilk dərsdə müəyyənləşdiririk, üzü sulu şəkildə sağollaşırıq. Amma 3 dərs, 5 dərs, 7 dərs, yəni dərsdə iştirak elədikdən sonra hər hansısa bir səbəbdən dolayı dərsləri dayandıracağın təqdirdə, misal olaraq səni işlə bağlı ezam eləyirlər Gəncəyə. Artıq sən Gəncədə yaşayacaqsın, dərsə qoşula bilməyəcəksən. 5 saat gəlmişsən, 5 saatin qalıb. İştirak edə bilməyəcəyin o 5 saatin ödənişi geri qaytarılmayacaq.